Növbəti pilləkən işimizi də tamamladıq və üstünü də çikolladıq, bağladıq ki, mərmərlərimiz cızılmasın. Mərmərlərimiz cızılmasın. Üstünü də tamamladıq. Allah sahibine xeyir versin, xeyirli olsun. Və pilləkənimizin böyrü yan hissəsində mərmərlə belə apşıqq elədik, yıxdıq. Buyurun değerli izleyicilerimiz, bakın. Günüstardaki 90 derece, tam 45, 90 derece vurulur. Böyle bu qaydada. Allah sahibine xeyir versin, xeyirli olsun inşallah.